Bundan əvvəlki videom uzun ola bilər. Mən sizdən qızım üçün, nə özüm üçün kömək istəmirəm. Sadəcə evimizin kirayəsini ödəyə bilmədiyim üçün sizlərdən kömək istəyirəm. Bilirsiniz, mənim qızım reabilitasiya olunur. 6 dəfə əməliyyat olunub, yerimə məhdudiyyətlidir. Qızımı müalicə elətdirdiyim üçün evin kirayəsini ödəyə bilməmişəm. Xahiş eləyirəm, qurban olaram, ayaqlarınızın altı ölüm, başınıza dönüm. Qarşınızda baş əyib yalvarıram, nə olar kömək edin. Bu ayda bu evin kirayəsini ödəyim ki, bizi bu evdən çıxarmasınlar. Bilirsiniz, bizim gedəcək heç bir yerimiz yoxdur. Gədəbəydə də bir uçuq daxmamız var, orada da qalmağa heç bir şəraitimiz yoxdur. Bir otaqlı balicə bir daxmadır, heç bir şəraiti yoxdur. Yəni orada uşaqların yaşamağı böyük bir təhlükədir. Ev təpəmizə uçur. Xahiş eləyirəm sizlərdən, hər birinizdən kömək istəyirəm. Əgər inanmayanlar varsa, ev sahibinin nömrəsini yazacağım burada. Özü ilə də əlaqə saxlaya bilərsiniz. Çox sağ olun, Allah razı olsun.